Pezeşkiyandan xalqa təcili müraciət. İranın cavabı İsraili peşman eləyəcək. İran prezidenti Məsud Pezeşkiyanın sözlərinə görə bütün beynəlxalq öhdəliklərə zidd olan hücum İsrailin mahiyyətini təsdiqləyir. Əlbəttə, İran xalqı və ölkə rəhbərliyi susmayacaq və İranın qanuni və güclü cavabı onları bu hərəkətinə peşman eləyəcək. İran, dünya və regionda sülh və əmin-amanlıq üçün bütün səylərini göstərdiyi, sülhsevərlik istiqamətində uzun müddətli danışıqlara və dünyaya etimad yaratmağa tam hazır olduğunu sübut elədiyi qədər hücuma cavab vermək və ölkənin bütövlüyünü qanuni müdafiə eləmək üçün də qətiyyətlə hərəkət eləyəcək. Pezeşkiyan həmçinin İran xalqını yalan xəbərlərdən çəkinməyə də çağırıb. İran xalqından xahiş eləyirəm ki, öz birliyini, bütövlüyünü və həmrəyliyini qoruyub saxlasın. Şailərə və yanlış xəbərlərə diqqət yetirməsin. Ölkənin bu vəziyyətdən daha güclü çıxması üçün dövlətlə əməkdaşlıq eləsinlər. Çünki İran hökuməti bütün gücü və varlığı ilə xalqına xidmət eləyəcək.